İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban Bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Qurban Bayramı Azərbaycanda dövlət səviyyəsində bayram edilir. Bayrama aid mövcud olan çox sayda adət-ənənə var ki, bunlardan biri də nişanlı qızlara qurban payının aparılmasıdır. Nişanlı qızlara bayramlarda, eləcə də Qurban Bayramında hədiyyə, qurbanlıq gətirilməsi əksəriyyətimizə tanış adətdir. Bir müddət əvvəl nişan üçün gələn oğlan evi bayramda buynuzlarına qırmızı lent bağlanmış, xına vurulmuş, üstü bəzəkli qurbanlıq qoyunlar və başqa hədiyyələrlə qız evinə qonaq gedir. Hələ qədim vaxtlarda nənələrimiz deyərdi ki, hər nişanlı qıza qurbanlıq aparmaq nəsib olmur. Kim ki nişanlıdırsa və o qıza qurbanlıq gedərsə, həmin gəlin həm ruzili bərəkətli olar, həm də Allahın nəzəri ömür boyu üstündə olar. Bəs bu ənənə hələ də qalmaqdadırmı? İnsanların bu adətdən xəbərləri varmı və buna sadiqdirlərmi? Müsəlman aləminin müqəddəs bayramlarından biri də Qurban Bayramıdır. İyunun 6-sı və 7-si bütün müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da bu bayram qeyd olunacaq. Bayramla əlaqədar bir çox adət-ənənələr mövcuddur. Bunlardan biri də nişanlı, sözlü qızlara qurban aparılmasıdır. Bəs gəlin görək, həmin adət-ənənə hələ də qalmaqdadırmı? Görək, insanlar bu haqda nə düşünür? Bildiyiniz kimi, Qurban Bayramı adət-ənənələrindən biri də nişanlı qızlara pay aparılmasıdır, qurban pay aparılmasıdır. Sizcə bu adət-ənənə hələ də qalmaqdadırmı? Vallahi düzün deyim ki, mən onu birinci dəfə sizdən eşidirəm. Amma ola bilsin ki, indi xalqımızın bilmədiyimiz o qədər adət-ənənələri var ki, unudulub, yaxud unudulmaqdadır, yaxud da yada düşməkdədir. Belədirsə, gözəldir. Sabirabad rayonunda da var, müxtəlif rayonlarda var, bəli. Hələ də qalır bu. Bəli, o adət var. Nişanlı olan, məsəl üçün, aparır nişanlısı ilə, Qurban Bayramı, bayramlar təbrik olunur, belə bir şeylər. Mən Qarabağ bölgəsindənəm, xanım. Yəni, bu adət-ənənə orada da var idi. Yəni, elə hazırlıqlı, deyək, təmtəraqla nişanlı qız evlərinə gedərdilər. Lakin qoyunu, quzunu belə bəzəyərdilər, elə gedərdilər. Bu nişanlı qızlara həmişə oğlan evi bir dənə qoç götürürlər, böyük balaca olmasın, adı heyvan olsun, bəzəyirlər, konfetlə, şokoladla bir qırmızı yarlıq bağlayırlar ki, uğurlu olsun. Birinci dəfə gedirlər evə bərəkət aparsınlar, o bir-birinə möhkəm olsunlar. Bəli, ən gözəl bayramdır. Bu bayramları həmişə biz qəbul eləmişik, edirik də dinimizin diləyi kimidir bu bayraq. Bəli, yenə deyirəm, İbrahim Xəlilullahın Allahın dostu olmağına yeganə peyğəmbərdir ki, Allah da ona İmam Məhdi adı verir. Bu imtihanlardan keçəndən sonra özünə dost tutub, yenə deyirəm, 124 peyğəmbərin içində ən çox Quranda bəlkə də bir 50 dəfə onun adı çəkilir, bu qurbana görədir. Allah həmişə üzümüzə gələn bu qurbanı bərəkətli, nurlu eləsin. Nişanlı qızlar üçün də kimin imkanı var, imkanı daxilində olmasa da oradan buradan tapıb vəziyyətdən çıxır, keçirirlər. Mən özüm Bakılıyam, demək təmiz Bakılıyam. Azərbaycan hər bir yeri də keçirilir Qurban Bayramı. Bizim millət elə bir millətdir ki, gəlib ondan bundan borc alacaq, tapacaq, o bayramı keçirdəcək. İstəyən indiki zamanədə hər halda kim istəyir aparır. Qurban Bayramında bayramlıq o qədər bahalıqdır ki, hər adam hər halda o əvvəlkilər kimi, məsəl üçün bir qoyunu bəziyirdilər, düzüyürdülər. Hər halda o qədər də eləyə bilməzlər, amma Hazırda da qalıb yəni. hər halda, bəli, qalır. Ətrafda hamı da onu qeyd eləyir. Adətlərimizi yaşatmaq yaxşı bir şeydir. İstər Qurban Bayramı olsun, istər Novruz Bayramı olsun. Yəni, yaxşı bir şeydir. Yəni, həm də bir diqqətdir, qayğıdır. İnsanların bir-birinə diqqət və qayğısıdır. Qurban Bayramı xalqımızın uzun əsrlər boyu gələn çox gözəl milli bayramlarımızdan biridir. Qurban Bayramında indi də o adətlərində qalır. Nişanlı qızlara mütləq qurbanlıq qoyun kimi aparılır. Yəni, bütöv şəkildə qurbanlıq alınır və qurbanlıq indi davam edir. Bütün demək olar ki, əksər regionlarımızda bu var. Mən özüm Gürcüstandanam, Borçaldanam. Bizdə ənənə davam edir, belə deyil. Yəni, mən gördüyümü, o zaman uşaq vaxtında gördüyüm və indi də gördüyüm budur ki, bu ənənə var. Yəni, bu bayramda
Allah qoşa gedirlər, qurbanlıq alınır. O bir üstə də qırmızı bir hətta lentlər bağlanır gedir bir yeri qırmızı lent və üstünü də qırmızı rəng qoyun üstünə də qızardılar. Hə. O qurbanlıq payı kimi verilir və bu davam edir. İndi də davam edir. Şirniyyat da aparırlar, sonra qoyunun əlini, ayağını xınalayırlar. Qız nişanlı olanda Qurban bayramında onun üçün qurbanlıq aparırlar. Yəni xonçalar aparırlar ki, yəni bizim özümüzün Azərbaycan ənənələridir də. Yəni müəyyən yerlərdə müəyyən şeylər olur. Həmin bizim tərəfdə belədir. Mən çox təəssüf hissinə sizə bunu bildirmək istəyirəm ki, əksər rayonlarda bu itib gedir. Ələlxüsus bizim qərb rayonlarında Qazağa, Xısafa, Tovuz, Şəmkir, bax bu rayonlarda artıq demək olar ki, onlara əməl olunmur. Gəncə, oradan bu tərəflərdə bax bu şimal rayonlarımızda qalır. Harda məsələ? Zaqatalda qalır, Qaxda qalır, sonra Balakəndə qalır, bax bu xüsusiyyətlər burada qalır. Onlar həqiqətən də bayram qabağı, ələlxüsus Qurban bayramı qabağı oğlanın ailəsi, qızın ailəsi üçün nəsə bir qurbanlıq götürür və elə də gedib onun həmin Qurban bayramını qeyd edirlər. Gördüyümüz kimi müxtəlif bölgələrdə olduğu kimi paytaxtımızda da bayram adətimizə sadiq qalmışıq. Bütün Azərbaycanda olmasa da əksəriyyətimizin ətrafındakı yaxınlarımız, dostlarımız, qohumlarımız hələ də Qurban payı mövzusunda diqqətlidirlər. Nənə-babalarımızdan bizə miras qalan adət-ənənələri biz də qoruyaraq gələcək nəsillərə ötürməliyik.